Sən niyə oxuyursan? Qəbul olmaq üçün, yoxsa həqiqətən həyatını dəyişmək istəyirsən? Bu sualın cavabını tapdığından da motivasiyan da geri dönəcək. Güclü niyəsi olan insanlar yorulanda da dayanmırlar. Hər abituriyent oxuyur, amma hər biri sona çata bilmir. Çünki müəyyən bir vaxtdan sonra yorğunluq, motivasiyadan düşmə səbəbi ilə nəticəyə doğru getmə səbəblərini unudurlar. İnsanlar bir yola çıxanda əvvəlcə o yolda mən niyə bu yola başladım sualı ilə çıxmalıdırlar. Necə edim, nə edim yox, niyə başladım? Niyəsi güclü olan insan yorulanda da dayanmaz. Kiminsə niyyəti ailəsini sevindirməkdir. Kiminsə niyyəti mən bacardım deyə bilməkdir. Kiminsə niyyəti də sadəcə əlimdə bir sənət olsun fikridir. Yəni bu niyyələriniz sizin fərdi xarakterinizlə bağlıdır. Çalışın, amma hər hansı niyə olursa olsun güclü səbəb olsun. Bilirsiniz niyə? Çünki məqsədi olmadan oxunan, məqsədi olmadan alınan elm sonunu bilmədiyin yolda qaçmaq kimidir. Yəni qaçdığını bilirsən, amma niyə qaçdığını bilmirsən. Bu da eynən ona bənzəyir. Yəni oxuyursan, amma niyə oxuduğunu bilmirsən. Ona görə də hər dəfə oxuyanda, yorulanda, enerjin düşəndə, darıxanda dayan və özünə bu sualı ver. Mən niyə başladım? Bu sualın cavabı ağlınızda hər zaman təzə qalsın. Təzə qaldığı müddətcə də yolun sonu sizə aydın və işıqlı olacaq.